Bir çən yanacağa 1000 kilometr yol gedir. Bir çən yanacağa. Özü də maksimal sürətini bir dənə zəhmət olmasa göstər. 200 kilometr saat sürəti. Təsəvvür edirsiniz? Əməlli başlı bildiyiniz maşın. Çeşkada mən bildiyim qədərilə deyəcəksiniz ki, yenə Çeşka ilişirsən. Valla Çeşka ilişmirəm. Mən bildiyim qədərilə Çeşkada deyəsən 180 km saat sürəti olmalıdır. Hətta qoy 200 olsun. Yəni maşınla eynidir, maşınla bərabərdir. Və yanacaq çəninin həcmi 20 litr. 30 manatlıq 95 vurursunuz bura, qutardı getdi. Yəni 1000 kilometrə yaxın yol gedirsiniz. Motoru da düzdür, motoru 6 döyür, 5 döyür, 3 döyür. 0.9 litrlik bir mühərriki var. Amma ona baxmayaraq əlbəttə ki, burada düzdür, at gücü də biraz azdır. Amma 200 km saat sürəti burada varsa, deməli bu sıxır gedir.